Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Unikalın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir. Müdafiə tərəfinin çıxışından və Anar Əsədlinin son sözündən sonra məhkəmə hökmü açıqlayıb. Hökmə əsasən, Anar Əsədli 4 il 6 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Anar Əsədli yüksək gəlir vədi ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq dələduzluq edib. Bildirilir ki, o, Oqtay Qasımovdan müxtəlif vaxtlarda ümumilikdə 255 min manat alıb, həmin məbləğin 23 min manatını geri qaytarıb. Bundan başqa, Etibar Nəsirovdan 8500 manat aldığı, bunun 3400 manatını ödədiyi qeyd olunur. İttihama əsasən, Hüseyn İlhamdan isə 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb. Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanmışdı. Bu yaxınlarda iş yenidən Baş Prokurorluq tərəfindən araşdırmaya götürülərək, ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə yekun ittiham irəli sürülüb.